Rəşad müəllim, xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Xoş gördük, sabahınız xeyir. Biz də sizi xoş gördük. Ümumiyyətlə, Xi Jinping və Donald Trump arasında 2 saatlıq görüşdə əsas müzakirələr, əsas mövzular nələr olub? Təbii ki, dünyanın iki, belə deyək, super gücünün görüşü uzun müddətdir gözlənilirdi və onu da nəzərə alaq ki, bu iki super güc həm də bir-biri ilə rəqabətdə olan güclərdir. Və faktiki olaraq biz dünyanın ümumi ticarət dövriyyəsinin 35 trilyon dollar olduğunu və bunun da 26 trilyonunun sırf malların satışı, dövriyyəsi və s. ilə bağlı olduğunu nəzərə alsaq, təkcə Çinin və Amerika Birləşmiş Ştatlarının burada payı 47%-dir. Yəni iki ölkənin ümumi malların ticarət dövriyyəsindəki payı 47%-dir. Yəni hansı iki super gücdən söhbət getdiyini təsəvvür etmək üçün bu rəqəmlərə baxmaq kifayətdir və təbii ki, bu belə deyək, bir-biri ilə rəqabət formasında inkişaf eləyir, davamlı şəkildə. O baxımdan bu görüşdə əvvəldən də gözlənildiyi kimi hər hansı bir, belə deyək, strateji sazişin imzalanması və yaxud da hər hansı bir siyasi irəliləyişlərin olması gözlənilən deyildi. Amma ən azından iqtisadi münasibətlərin tənzimlənməsi baxımından, sabitləşdirilməsi baxımından bu iki ölkə arasında belə deyək, bu və ya digər şəkildə müəyyən anlaşmaların əldə edilməsi təbii ki, mühüm hadisədir. Çünki bu iki ölkənin bir-biri ilə ticarət müharibəsi aparması faktiki olaraq, mən bayaq rəqəmləri qeyd elədim, ümumiyyətlə dünya təsir eləyir və bir-biri ilə sıx inteqrasiya olunmuş iqtisadiyyata malik iki ölkədir. O baxımdan təbii ki, görüşü ümumi götürəndə müsbət dəyərləndirmək olar. Yəni, ən azından müzakirə olunan məsələlər baxımından. Bəs nüvə silahı, Hörmüz məsələlərini necə razılaşdırdı? Yəni, baxın, söhbət təbii ki, biz belə deyək, görüşdən verilən məlumatlar və yaxud da görüşdən sonra tərəflərin verdiyi açıqlamalar əsasında konkret nələrin razılaşdırıldığını tam olaraq belə deyə bilmərik. Amma ümumi olaraq tezislərlə baxanda, yəni nələrin müzakirə olunduğuna baxanda və tərəflərin mövqelərinə baxanda ümumi mənzərə aydın olur. Yəni, ümumi razılaşmalar nədir? Birincisi, tərəflər bir-birinə qarşı iqtisadi müharibəni aparmırlar və elan olunan atəşkəs davam etdirilir. Çin bu və ya digər şəkildə Amerika Birləşmiş Ştatlarından əlavə məhsulların alışı, kənd təsərrüfatı məhsulları, enerji məhsulları və s. alışı ilə bağlı ümumi razılığını bildirib. Çünki disbalans var idi ortada. Təqribən biz nəzərə alsaq ki, iki ölkə arasında ticarət dövriyyəsinin həzmi ildən ilə dəyişir. Yəni 800 milyard, 600 milyard və s. olur. Bunun 3/2-si faktiki olaraq Amerika Birləşmiş Ştatlarının Çindən aldığı məhsulların payına düşür. Yəni, ABŞ Çinə daha çox pul ödəyir, nəinki Çin Amerika Birləşmiş Ştatlarına. Ona görə bu disbalansın aradan qaldırılması lazımdır. Bunu deyirsən, Trump götürə bilmir heç cürə? Təbii ki, götürə bilmir. Trump deyir ki, biz nə qədər alırıqsa, siz də o qədər almalısınız. Biz nə qədər sizə pul veririksə, siz də o qədər bizdən məhsul ixrac eləməlisiniz. O baxımdan indi Çin tərəfinin əlavə kənd təsərrüfatı məhsullarının alışı ilə bağlı razılığını ifadə etməsi və yaxud da enerji məhsullarının alışı ilə bağlı razılığını ifadə etməsi prinsip etibarilə bu məsələdə hansısa ortaq, belə deyək, mexanizmlərin hazırlanacağını deməyə əsas verir. Konkret digər məsələlər, Hörmüz məsələsi, İran məsələsi, Tayvan məsələsi, bu məsələlərdə hər halda verilən bəyanatlar onu deməyə əsas verir ki, Çin tərəfi təbii ki, həm də öz maraqları baxımından Hörmüz blokadasının götürülməsinin tərəfdarıdır və Çin kifayət qədər yaxşı bilir ki, İran tərəfinin Hörmüz blokadasını götürməyəcəyi halda Amerika Birləşmiş Ştatlarının ümumi dəniz blokadası da davam eləyəcək. Əgər nəzərə alsaq ki, Körfəz ölkələrindən dünya bazarına çıxan məhsulların böyük ölçüdə alıcısı Çindir. O baxımdan indi dəniz blokadası və Hörmüzün blokadada qalması təkcə bu və ya digər şəkildə region ölkələrinə yox, ən çox həm də Çinə təsir eləyir. O baxımdan Çinin biz bundan sonraki mərhələdə bu istiqamətdə İrana bu və ya digər şəkildə təsir edəcəyini proqnozlaşdıra bilərik. Yəni, Hörmüzün açılması və paralel olaraq Amerika Birləşmiş Ştatlarında dəniz blokadasının götürülməsi kimi bir müzakirələr bundan sonra başlaya bilər. O cümlədən də Tayvan məsələsi. Tayvan məsələsində bir tərəf Amerika Birləşmiş Ştatları qəti şəkildə belə deyək, oradakı maraqlarını qoruyub saxlamaq istəyir. Çin də konkret olaraq öz mövqeyini bildirdi ki, biz heç bir şəkildə Tayvan məsələsində güzəştə edə bilmərik. Bu bizim qırmızı xəttimizdir. Bəlkə biz fikrindikcə həm Tayvan məsələsini götürsək, ya da ki,
İran, Hörmüz boğazı məsələsini götürsək, Çin burada hansısa baxımdan oyun oynayırmı ki, bir tərəfi kompromisə getməyinə razı olsa, digər tərəf daha çox üstünlük təşkil edən tərəfdə öz istədiyinə nail olsun? Baxın, hansı məsələ daha önəmlidir Çin üçün? Tayvan yoxsa Hörmüz boğazı? Baxın, mən deyim, nə İran, nə Çin, Hörmüzü Tayvanla alver predmeti eləməz. Nə də Amerika Birləşmiş Ştatları Tayvanla, yəni deyirəm, İranı alver predmeti eləməz. Söhbət nədən gedir? Çünki Amerika Birləşmiş Ştatlarının o regionda Çini bu və ya digər şəkildə davamlı olaraq təzyiq altında saxlaması üçün ən yaxşı imkan Tayvandır ki, Amerika Birləşmiş Ştatları bu maraqlarından əl çəkməyəcək. Və mütləq şəkildə biz növbəti hələ 10 illikdə də Tayvan böhranının, belə deyək, davamlı şəkildə ortada olduğunu görəcəyik. Hörmüz məsələsinə gəldikdə isə təsəvvür eləyək ki, Çin Hörmüzdən imtina elədi və İranın, belə deyək, müdafiəsindən imtina elədi. O zaman nə baş verir? O zaman həmin hissə Amerika Birləşmiş Ştatlarının tamamilə nəzarəti altına düşür və bu da deməkdir ki, Amerika Birləşmiş Ştatları Venezueladan sonra Çinin əsas enerji təchizatçısı olan ölkə, daha bir ölkəni də özünün belə deyək, monopoliyasına, özünün əlinin altında saxlayır və nəticə etibarilə bunun təsirləri kimə olur? Çinə olur. Yəni, o baxımdan Tayvan və İran məsələsində alver predmeti, sən Tayvandan çəkil, mən də İranı dəstəkləməkdən imtina eləyim kimi məsələlər bu masada ola bilməz və bunu nə Trumpın maraqlarına cavab verir, yəni Amerika Birləşmiş Ştatları, nə də Çinin maraqlarına. O baxımdan bu üstünlüklərini hər iki tərəf sonacan qoruyub saxlamağa çalışacaqlar. Müəyyən elementlər ola bilər, məsəl üçün, belə deyək, silah və s. satışının müvəqqəti olaraq dayandırılması Tayvana, orada Amerika Birləşmiş Ştatlarının davamlı silahlandırılmasının bu və ya digər şəkildə azaldılması fonunda Çinin də İrana bu və ya digər şəkildə silah, texnika, belə deyək, o çiplərin göndərilməsi, raket istehsalı və s. üçün bunların hansısa formada məhdudlaşması ola bilər. Amma bu o qədər kövrək, belə deyək, məsələdir ki, sabahları tərəflərdən hər hansı birinin, belə deyək, cüzi olsa belə bu məsələdə verdiyi sözlərə əməl etməməsi nəticə etibarilə yenə də böhranın meydana çıxmasına yatırıb çıxaracaq. Ümumiyyətlə, fikrinizcə, onların Xi Jinping ilə Donald Trumpın bu 2 saat davam edən görüşü necəsə İran-Amerika arasındakı sülhə təsir edə biləcəkmi? Çin burada çox böyük rol oynayır. Yəni, baxın, biz yaxşı bilirik ki, bu günləri İranın bu və ya digər şəkildə, söhbət təkcə silah, texnika və s.dən verilmədən getmir və yaxud da kəşfiyyat məlumatlarının ötürülməsindən getmir. Bu günləri İran üçün ən vacib olan məsələ iqtisadi imkanlarını qoruyub saxlamaqdan ibarətdir. Bu gün tamamilə blokadadır, ixrac-idxal əməliyyatları demək olar ki, həyata keçirilmir. Bu mərhələdə İrana pul verə biləcək, İrana kredit verə biləcək, İrana o imkanı, ayaqda qala bilmə imkanını yarada biləcək tək dövlət Çindir. Və ona görə də Çin bu verəcək şəkildə İrana təsir eləyə bilər bu məsələdə. Rəşad müəllim, biz ümumiyyətlə istəyirik bu mövzunu hələ davam eləyək sizinlə. Eyni zamanda da Rusiya-Ukrayna müharibəsi ilə bağlı da ətraflı şəkildə danışaq. Amma biz hal-hazırda reklamlara bağlanacağıq. Daha sonra bu müzakirəni davam edəcəyik. Tamaşaçılarımız, reklamlar. Bəziləri doğru zamanı gözləyir, amma vaxt gözləməz. Qiymətlər də. City Garden Nərimanovda tikintisi davam edən mənzillər satışdadır. Zamanı qabaqla. İndidən şəhərin mərkəzində yerləşən böyük kompleksdə öz mənzilinə doğru addım at. 2-3 otaqlı və studiya mənzillər istədiyin kvadrat metrdə. Sənə uyğun kredit və ya ipoteka imkanları ilə ev xəyalın real olacaq. Ətraflı məlumat üçün Kristalın satış ofisinə yaxınlaşa və ya Ulduz 1544-də zəng edə bilərsən. Menstruasiya zamanı yeni və daha yaxşı təcrübəyə hazırsınız? Yeni Always Ultra bezlərini qarşılayın. İndi yeni və daha yaxşı üst qatı ilə həmşəkindən yumuşaqdır və ani güclü axıntını daha yaxşı obduraraq quruluğu təmin edir. Tanıdığınız və etibar etdiyiniz Always müdafiəsi ilə hər zaman arzuladığınız yumuşaqlığı hiss edin. Zamanını maraqlı və əyləncəli keçirmək istəyənlərin nəzərinə ATV Plus kabel televiziyasına qoşulmaqla siz istənilən zövqə və yaş həddinə uyğun 136 seçilmiş xarici və yerli telekanalı izləyə bilərsiniz. Rəqəmsal yayımlanan əyləncə, idman, futbol, xəbər, uşaq və film telekanallarını seyr etməkdən həzz alacaqsınız. Bizə qoşulmaq üçün Bakı və Abşeronun istənilən nöqtəsindən 996 qısa nömrəsinə zəng edib sifariş verin və 24 saat ərzində şəbəkəyə qoşulun.
ATV Plus, zamanın nəbzi. Bu həqiqətən dəyərlidir. Bu sənin seçimindir. Bu sadəcə olaraq bir içki deyil, bu heldir. Alqışlar. 20.600 manat. Bəli, düz eşitdin. Bu məbləğlə Yasamalda ev sahibi ola bilərsən. Park Yasamalda 52 kvadrat metr, 2 otaq studiya, tam təmirli mənzil, sərfəli ilkin ödənişlə satışdadır. 52 kvadrat metrdən 109 kvadrat metrə qədər mənzil seçimləri ilə büdcənə və zövqünə uyğun evi seçə bilərsən. Yasamalın əlverişli nöqtəsində yerləşən bu layihə sənin əsas ünvanlarına və gündəlik ehtiyaclarına yaxınlığı ilə seçilir. Ətraflı Ulduz 1544. Niyə mən saç boyası seçimdən əminəm? Garnier Color Naturals ilə. Mən hamısını birdən əldə edirəm. 5 bəsləyici yağ ilə, dərindən qidalandırma və Color Boost texnologiyası ilə davamlı dolğun rəng. Garnier Color Naturals. Rəngə əminlik, özünə əminlik. ABB ilə krediti elə olduğunuz yerdən tam onlayn əldə edəcəksiniz. İllik 10,9%-dən başlayan nağd krediti bank filiallarına getmədən ABB Mobile tətbiqindən və ya nağdkredit.az saytından güzəştli şərtlərlə sifariş edin. Məbləği isə ABB kartınıza köçürüb istifadə edin. Yeni Honor 600 seriyası. Tamamilə yeni AI düyməsi ilə yaradıcılıq sadəcə bir toxunuş qədər yaxındır. Honor 600 seriyası. Anı hərəkətə keçir. Zövqlərimiz fərqli ola bilər. Lakin köpüklü Jacobs Cappuccino bizi birləşdirir. Jacobs, həyatın dadından həzz al. Təravətli saç dibləri. Saç boyu nəmlənmə. Elsef Hyaluron Balans. Tərkibindəki salisil turşusu diblərdə yağlılığa qarşıdır. Hyaluron turşusu isə saç boyunca nəmləndirir. Tərafət və nəmləndirmə 72 saatadək. Elsef Hyaluron Balans ilə L'Oreal Paris'dən. Onun inanılmaz qoxusu var. Yağdadım! Mən də dəniz qulduruyam. Baxın, nə tapdım? Bu Old Spice'ın yeni 24/7 qalıcı dezodorantıdır. Heç kimin qoxusu belə uzun müddətli gözəl qala bilməz. Mən dəniz atındayam. İndi isə hava proqnozuna keçid edin. Willkommen auf unserem Festival. Oh, Hirlan Weißbierstyle. Xırdalandan yenili, süzülməmiş buğdan övlü pivə Alman tərzində. Sehr gut. Azərbaycanda hazırlanıb. Xırdalan Weissbier Style Alman tərzində pivə. Sabahınız xeyir olsun, əziz tamaşaçılarımız. Dünya siyasətində baş verən ən son yenilikləri efirimizin qonağı politolog Rəşad Bayramovla qaldığımız yerdən davam edirik. Rəşad, mənim bir daha sabahınız xeyir olsun. Onunla davam eləmək istəyərdik ki, qələbə paradında Putinin çıxışını gördük ki, müharibənin başa çatmaq üzrə olduğunu qeyd elədi. Fikrinizcə, o həqiqətən müharibənin başa çatmağını istəyir, yoxsa bu siyasi bir fənddir? Prinsipcə hər ikisi var burada, yəni elementlərin. Çünki bir tərəfdən təbii ki, Rusiya yorulub. Ukrayna nə qədər yorulubsa, Rusiya da bir o qədər yorulub. Söhbət 4 ildən artıq davam edən bir müharibədən gedir. Çoxlu sayda insan itkisindən gedir. Resursların bitməyi. Resurslardan gedir və sanksiyaların təzyiqi altında iqtisadiyyatın kiçilməsindən söhbət gedir. Bu günləri hər nə qədər böyük şəhərlərdə belə deyək, hiss olunmasa da, amma Rusiyanın regionlarında böyük ölçüdə işsizlik problemi ortaya çıxıb. Və bunlar istər-istəməz bu verici şəkildə ictimai rəydə, belə deyək, hakimiyyətin mövqelərinin zəiflədilməsinə gətirib çıxarır. O baxımdan bütün bunların, belə deyək, baş verməməsi üçün, indiki həssas dönəmdə dünyanın, belə deyək, enerjiya tələbatının artdığı bir dönəmdə, ayrı-ayrı regionlarda problemlərin ortada olduğu bir dönəmdə, təbii ki, Rusiya dünya bazarına daha çox məhsul çıxartmaq, sanksiyalardan daha çox yayınmaq imkanı əldə etmək, müharibənin dayanması ilə öz gücünü yenidən bərpa etmək, iqtisadiyyatını bərpa etmək istiqamətində də təbii ki, düşünür. Amma eyni zamanda bu və ya digər şəkildə Ukrayna müharibəsindən qalib olaraq da ayrılmaq istəyir. Yəni, başqa sözlə desək, bu günləri qarşıya qoyulan hədəfin
hədəfə çatılmadan müharibənin dayandırılması faktiki olaraq həmin o iqtisadi problemlərdən daha təhlükəlidir Putinin özü və hakimiyyəti üçün. O baxımdan təbii ki, müharibənin dayandırılmasını istəyir, amma o gələn təzyiqlərə qarşı da öz mövqeyini gücləndirmək üçün baxın mən sülh istəyirəm belə deyək, mesajı da verir. Müharibəni davam etdirə verir bu mesajları. Burada maraqlı bir dənə ondan ibarətdir ki, indiyə qədər Avropanın bu və digər şəkildə proseslərindən imtina eləyən, Avropanın hansısa formada danışıqlar prosesində iştirakına yox deyən və Zelenski ilə birbaşa belə deyək, görüşlərə yox deyən Putin artıq bu istiqamətdə müəyyən mesajlar verir. Ukrayna ilə birbaşa danışıqlara hazır olduğunu da deyir. Avropa İttifaqının danışıqlarda iştirak imkanlarının olduğunu da deyir. Yəni, bunların hamısı təbii ki, bu və ya digər şəkildə bir tərəfdən biz də sülh istəyirik mesajının verilməsinə hesablanıb. İkinci bir tərəfdən isə qeyd elədiyim kimi bu günləri Amerika Birləşmiş Ştatları ilə Avropa İttifaqı arasında münasibətlərin heç də yaxşı olmaması, Avropa İttifaqının enerji məhsullarına olan tələbatı və Rusiyanın bu tələbatları ödəmə imkanları və s. ümumi bir, belə deyək, bazarlıq elementlərini formalaşdıra bilər danışıqlar üçün. Amma tərəflərin bu və ya digər şəkildə o qoyulan şərtlərdən geri çəkilməməsi hələ ki onu deməyə əsas verir ki, yəni, bu tezliklə Rusiya-Ukrayna cəbhəsində müharibənin bitməsi və yaxud da müsbət nəticələrə gəlib çıxması hələ ki mümkün görünmür. Amma yenə deyirəm, imkanlar var. Xüsusən də Putinin son, belə deyək, bu yumuşaq mesajları fonunda hansısa bir ehtimallar var. Amma yenə deyirəm, hər şey təbii ki, Rusiyanın öz şərtlərindən nə qədər geri çəkilə biləcəyindən asılıdır. Əgər o maksimalist şərtlərdən bu və ya digər şəkildə hansılardansa geri çəkilmək üçün addımlar atsa, təbii ki, Ukrayna tərəfi bunu dərhal müsbət dəyərləndirəcək və o zaman hər hansı bir ortada problem də qalmayacaq. Rəşad müəllim, biz dünya siyasətində baş verən bütün yeniliklərdən danışdıqsa, hər şey müzakirə elədiksə, həm Xi Jinping ilə Donald Trump'ın görüşü, Amerika, İran məsələsi, Rusiya-Ukrayna məsələsi, eyni zamanda da soruşmaq istərdim ki, İsrail-Fələstin məsələsi nə yerdədir? Müsəlman ölkələrinə qarşı olan haqsızlıqlar yenə davam edirmi? Təbii ki, baxın, proses davam eləyir, çünki ortada bir... Neysə, dünya bunu heç görməz, tam görməzdən gəlir. Ortada bir yaxın şərq böhranı var. Böhran bu günləri böyük ölçüdə İranla, belə deyək, hər kəs İrana fokuslanırsa, İsrail də bundan istifadə eləyərək digər istiqamətdə öz maraqlarını təmin etmək üçün çox ciddi addımlar atır. Yəni, söhbət Qəzza zolağında vəziyyəti biz bilirik. Biz, belə deyək, Fələstinin dövlət olmaq imkanlarına qarşı Netanyahunun və ümumiyyətlə İsrailin mövqeyini bilirik. Paralel olaraq Suriya istiqamətində ərazilər zəbt eləyirmi? Eləyir. Livan istiqamətində ərazilər zəbt eləyirmi? Eləyir. Və çox təəssüf ki, belə deyək, o İran məsələsi ortaya atılıb, dünya ona fokuslanıb və İsrailin digər istiqamətlərdə faktiki olaraq hərəkətləri bu və ya digər şəkildə görməzdən gəlinir. Düzdür, etirazlar var, İspaniya kimi, İtaliya kimi, Fransa kimi, Almaniya kimi, bu və ya digər şəkildə Avropa İttifaqının aparıcı ölkələri tərəfindən də İsrailə müəyyən etirazlar var. BMT tərəfindən, BMT-nin ayrı-ayrı strukturları tərəfindən etirazlar var. İran danışıqlar masasında Amerika Birləşmiş Ştatları ilə ilk şərti bütün istiqamətlərdə İsrailin müharibələri dayandırmasıdır. Yəni, xüsusən də indi Livan istiqamətində müharibəndə. Yəni, diqqət var. Amma məsələ burasındadır ki, bu və ya digər şəkildə İsraillə bağlı qəti addımların atılması üçün mütləq şəkildə söhbət əgər BMT-nin Təhlükəsizlik Şurasında hansısa qətnamənin qəbulundan keçirsə, bu günlər Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının üzvü olaraq təbii ki, bu cür qətnamələrin qəbul olunmasına qarşıdır və bunlara da davamlı şəkildə veto qoyur. Ona görə də əldə faktiki olaraq o təzyiq mexanizmləri və yaxud da bu və ya digər şəkildə İsraili bütün bu fəaliyyətdən dayandırmağa məcbur edə biləcək siyasi mexanizmlər yoxdur. İsraili dayandırmaq üçün ancaq bu və ya digər şəkildə onunla müharibə belə deyək, aparmalısan ki, bu istiqamətlərdən hansısa formada geri çəkilsin və yaxud da bu fəaliyyəti davam etdirməsin. Ona da hələ ki, hazır olan yoxdur və yaxud da bu və ya digər şəkildə indiki mərhələdə yeni bir cəhbi açmaq istəyən yoxdur. Rəşad müəllim, təşəkkür edirik gəldiyiniz üçün, ətraflı şərh etdiyiniz üçün. Belə başa düşürük ki, bugünkü dünyanın qanunu budur ki, güclüsənsə haqlısan. Çox sağ olun ki, gəldiniz. Əziz tamaşaçılarımız, efirimizin qonağı politoloq Rəşad Bayram.